Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənməyi unutmayın. Sual güvən buraxılış imtahanında 10-cu siniflərə salınıb. Belə bir sualdır. Deyir ki, NA bölü MB 4 bölü 5'dir. NA çıx B-ni MB çıx A-ya bölsə 2 bölü 3 alınır. Birləşmədə də 42 element var. NA-nı tap. Element diaqramı çəkək. Gəlin bu formada bunu işləyək. Olsun A çoxluğu bura, B çoxluğu bura. A çıx B, yəni bu hissə deməkdir. Görürük ki, burada 2 bölü 3 nisbətində verilib. Bura 2x olsun, burada onda 3x olsun. Baxın, B çıx A 3 nisbətində verilib. Onda ortada da 2x yazacağım. Niyə? Çünki 2x 2x toplayanda 4x eləyir. Baxın, 4 yazılıb burada. NB isə 5 nisbətində verilib. Yəni, bunları toplasam 5-ə bərabər olmalıdır. Bir sözlə, bunları toplasam 4-ə bərabər olmalıdır. Birləşməmiz isə 42-dir. Gəlin toplayaq. 2x üstəgəl 2x üstəgəl 3x bərabər 42. 7 dənə x bərabər 42. X bərabər 6. X 6-dırsa NA-nı istəyirlər bizdən. NA olacaq, baxın. Bu hissə, yəni 4x. 4x'i tapanda da 4'ü 6'ya vuracağım. Olacaq 24. Düzgün cavab B.